Salam, əziz və dəyərli MHM izləyiciləri. Əziz 9 və 11-ci siniflər, məktəblilərimiz, abituriyentlərimiz. Sizlər essay yazarkən 3 top səhvə yol verirsiniz ki, həmin səhvlər 9-cu siniflərdə essaydə 4.5 bala, 3.5 bala, 11-lərdə isə 3.2 və yaxud 3.1 bal almalarına səbəb ola bilər. Mən isə bu səhvləri sizlərə ətraflı şəkildə izah edəcəm ki, artıq siz bu səhvləri essay yazarkən etməyin. Birinci səhvimiz nədən ibarətdir? Deyək ki, abituriyent indiki sadə zamandan istifadə edir, mübtədə təkdədir, lakin feilə SES şəkilsini artırmır. Məsələn, Dinar bir fincan kofe içir. Bunu demək istəyirsiniz. Bu zaman Dinar drink yox, Dinar drinks a cup of coffee deyə essenizdə yazın. İkinci top səhvimiz nədən ibarətdir? İkinci top səhvimizdə daha çox rast gəldiyim məqamlar şagirdlər is, go, was, speak feillərindən məsəl üçün essaylərində istifadə edirlər. Dostlar, is, go, was, speak ilk yoxdur. Əgər siz am, is, are, was, were, shall be, will be bunları feillə yanaşı gətirirsinizsə, mütləq şəkildə feilə ayıncı şəkilsini artırın. Üçüncü top səhvimiz isə nədən ibarətdir? Üçüncü top səhvimiz isə ondan ibarətdir ki, sayılan təqsimdən istifadə edirsiniz, ancaq əvvəlində en artiklını vermirsiniz. Bax, bu da bal kəsən səhvlərdən biridir. Məsələn, essaydə gözəl bir qız yazmaq istəyirsiniz, beautiful girl yox, a beautiful girl yazın. Əziz abituriyentlərimiz, dərslərimə qeydiyyat davam edir. Qeydiyyat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Bol şans və uğurlar.